Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləklə bağlı əhaliyə sarı xəbərdarlıq edib. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi rayonlarda oktyabrın 5-i gündüzdən 6-sı gündüzə qədər güclü külək əsəcək. Bakıda və Abşeronda eləcə də Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən və Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatacaq. Bu isə gözlənildiyi kimi sarı xəbərdarlığa uyğundur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləkli hava şəraitində əhalini ehtiyatlı olmağa, xüsusən də hündür binaların, reklam lövhələrinin, ağacların altında dayanmamağa və avtomobillərini park etməməyə çağırır. Hər hansı bir ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz deyə məlumatda açıqlanıb.